Quran deyir ki, möminlər ailəsinə namaz qılmağı, oruç tutmağı əmr edərlər. Əmr sözü var ha orada. Amma bu o demək deyil ki, sən belə çökəcəksən onların boynuna, zorla səhər tezdən durğuzacaqsan. Bir dəfə deyəcəksən ki, abala durmaq istəyirsən namaza dur. Durmayacaqsa da israr eləməyəcəksən. Qoy yatsın. Sən onun ağası deyilsən. Sən dəvət edirsən, fikrini də dəyişmirsən ona. Sən ona demirsən ki, yox, sənin yaşadığın şey doğrudur. Aldatmırsan. Deyirsən, oğlum, özün bilərsən. Mən bunu doğru bilmirəm. Amma bax, sən yoxlamaq istəyirsən öz həyatın bahasına. Elə. Allahın metodu da belədir. Biz yanlış yollar keçəndə Allah deyir, okey, buyurun, yanlış yollarla gedin. Ağlınız varsa görəcəksiniz ki, bu doğru bir yol, seçim deyildi. Yəni, idarə etmə bu cür olur. Yoxsa Allah dəfələrlə Quranda deyir, mən istəsəydim, onların hamısı iman gətirərdi. Allah zorla eləmir və deyir ki, dində zor yoxdur. Səni lider qoyur, amma liderlə ağalıq arasında bir cizgi var. Bunu anlaman lazımdır. Sən insanı həbs eləyə bilməzsən. Sən insanın əlini qolunu bağlayanmazsan evin içində. Yəni məcbur edilməkdənsə özü seçib gəlmək daha üstün. Bəli. Sən yelkənli gəmi kimisən. Gözləyəcəksən, külək doğru istiqamətdə əsəndə yelkənləri sazlayıb üzəcəksən qabağa. Külək doğru istiqamətə üzmürsə, lövbərvi salıb gözləyəcəksən. Yəni mütləq motor qoşum o istiqamətə gedim, küləyin əksinə də olsa, idarəçilik elə deyil. İdarəçilik həmişə təbiətə boylanaraq, nəzərə alaraq, onun inkişafını zədələmədən, elə eləmək ki, o özü gəlsin, çıxsın buna, amma eyni zamanda qəti cizgilərdə göstərməklə. Bu cür olur idarəçilik. Böyük bir sənətdə orada maraqlı məsələlər var.